İmam Baqir əleyhissalamdan İmam Əli əleyhissalamın Allah Rəsulu sallallahu aleyhi və alihi və səlləmə belə dediyi nəql olunur. Ey Allahın Rəsulu! Hidayət edənlər, imamlar bizdəndir, ya başqalarından? Allah Rəsulu sallallahu aleyhi və alihi və səlləm buyurdu: Qiyamətə qədər Allaha doğru hidayət edənlər bizdəndir. Uca və izzətli olan Allah bizim vasitəmizlə insanları şirk azğınlığından xilas etdi və bizim vasitəmizlə də onları fitnə azğınlığından xilas edəcək. Fitnə azğınlığından sonra onlar bizim vasitəmizlə qardaş olacaqlar. Necə ki, şirk azğınlığından sonra qardaş oldular. Necə ki, Allah bizimlə başladı, bizimlə də tamam edəcək. Kemaluddin, səhifə 231. Yavm El Furqan kanalına abunə olaraq bu işdə bizə dəstək ola bilərsiniz.